Baxaq deməli. Birinci recordingimiz. Accept olana kadar devam. O ölmədi, o yarışır. Bəli, müəllim, niyə? Mən də onu deyirəm, niyə baxmırız ona? Baxırsınız. Yox da burada heç sual qalmadı axı heç baxmağa. Battle of Brains lazımdır. Okay, getdik. Battle of Brains. Ranking yerlərdə sürünür. Biabırçılıq. Okay, onda bir yazılan Müəllim, sual. sizə sual atmışdım. Bir saniyə baxıram indi ona. Hansı sualdır o? Y sualı. Y. Bu sual. Hə, bu bir hissəsinin palindrom olmadan yoxlamağa şərt ödəməliydi. Hə, onu yoxlamadım. Bildim, ben bildim. Onda A-dan o tərəfə doğru gedirəm, bir-bir yazılan suallardır. Ha, bəs string hər zaman cütdür, yoxsa cüt olmaya da bilər? Yəni oxuyum. Ha, okey. Asandır da, bir əvvələ, bir sona baxa-baxa gedirsən, fərqli olanda sayı artırırsan. Elə 10, hə. Elə demək istədim. Baxın, yəni, mən də onu demək istəyirəm ki, bir əvvələ, bir sona. Bunlar bir-birlərinə bərabər olmalıdır, düzdür? Bunların ikisini müqayisə eləyə gedirsiniz. Hansında ki, bunların yeri, yəni, daha doğrusu, eyni yerdə duran hərflər bərabər deyilsə, onda sayı artırırsınız. Elə ən yaxşısı reverse eləməkdir ki, orada indeksləri qarışdırmayasınız. Dediyim kimi, amma reverse-süz də bir əvvəldən, bir sondan baxa-baxa irəliləyə bilərsiniz. İndi bir saniyə görsəlim. Deməli, söz redcoder idi. Deməli, redcodera bir belə baxa bilərik uşaqlar. Buradan. Bunların hansı bərabər bir-birinə eyni deyilsə, həmin şey dəyişməliyik. Bax, bunlar bir-birinə bərabər gəlir. Amma C ilə o bir-birinə bərabər deyil deyə siz bunların birini C eləyəsiniz, məsələn. Yəni, iki dənə şeyi bir dənə şeylə bir-birinə bərabərləşdirəsiniz. Elə bil, ya bunu C eləyəsiniz, ya da bunu O eləyəsiniz. Buna bir belə baxa bilərsiniz, bir əvvəldən, bir sondan. Yəni, məsələn, S0-dan S sayız çıxılsın, 1-ə baxarsınız. Gələn səfər S1-dən S sayız çıxılsın 2-yə. Yəni, bunu indekslərlə müəyyən eləyə bilərsiniz. Yəni, SI, bir də S sayız çıxılsın I plus 1. Belə olmalı, səhv eləmirəmsə. Bunu belə də eləyə bilərsiniz, belə də baxa bilərsiniz. Amma bunun bəzən baqları ola bilər deyə, yəni təkdə falan başqa olacaq. Ona görə gəlin bunu reverse eləyirik. Məsələn, reverse eləyəndə necə olur? Red, O, C, D, Y, R. Artıq elə bizim istədiyimiz şeyi bir növ eləmişik. Yəni, bir belə baxmağı hal-hazırda eləmiş olmuşuq. Baxın, bunu belə müqayisə eləyirik. Yəni, eynidir elə, alt-alta düşüb sadəcə. Yəni, eyni indeksdə duranları müqayisə eləyəcəyik. Və neçəsi fərqlidirsə uşaqlar, bu say həmişə cüt olacaq, tək ola bilməz. Tək olarsa, bir dəqiqə, tək ola bilərmi? Onu düşünürəm. Olur, müəllim. Tək ola bilər. Əgər təkdirsə şeyi, məsələn, burada tək olacaq böyük ehtimalla. Bir saniyə, 3. Müəllim, elə birinci nümunədə tək idi.
tək deyil. Burada 2-dir, bax. İkisinin fərqli olduğuna, C ilə onun fərqli olduğuna fikir verəsən. Amma belə bir şey olsaydı, tək olanda zaten hə, düzdür. Zaten böyükləri bərabərdir. Mən deyəsən orada əməliyyatların sayını deyirəm. Neçə hərf, hansı hərfi neçə dəfə dəyişdirməliyik ki? Onu da biz 2-yə böləcəyik ümumi. Bax, niyə 2-yə bölürük? Çünki burada fərqli olan hərflərin sayı 2-yə bərabərdir, düzdür? Məsələn, C ilə O alt-alta düşəndə bir burada fərqlilik var, bir də burada fərqlilik var O ilə C-də. Ona görə 2 dənədir. Amma sən bunu 2-yə bölüb cavabı verəsən. Çünki o fərqliliyi bir dənəsini dəyişməklə aradan qaldıra bilirsən onu. Yəni, okey, ikisi bir-birindən fərqlidir. Amma birini dəyişsən, o hərflərdən birini dəyişsən, o problemi həll edilmiş olursan. Onu demək istəyirəm. Okey, stringimizi götürək. Bir dənə də string götürək, bərabər olsun S-ə. Bu stringi reverse eləyək. Müəllim, necə kopya götürmədiniz? Mən nəsə təzə şeylə başlamaq istədim. S-size B++. Bir dənə də sayı götürəcəyik. Deyəcəyik ki, əgər S-i bərabər deyilsə new i-yə, onda sayı ++ elə. Və biz bu sayı 2-yə böləcəyik. Nə səhv yazmışam, mən görənmirəm. Bəli. Gördüm. Bir saniyə, mən nəyi yazmamışam burada? Müəllim, məndə də həmişə səhv çıxır o formun içində. Okey, new deyə ad qoymaq olmurdu. Bəzi adlar var ki, onları qoymaq olmur. New qoymaq olmur. Yox, çünki new C++-ın içində böyük ehtimalla nə isə bildirir. Yəni, məsələn, necə ki, nəyin adına long int qoya bilmirsənsə, Müəllim. o da onun kimi bir şeydir. Okey, bu da belə. Getdik C-yə. String verir eyni uzunluğunda. Bizə nə istəyir? Müəllim, çox asaddır bu. Bir A-ların C-lərini versən, sonra B-lərin C-lərini. Bəs böyük hərflə yazmaq olar. Böyük hərflə, böyük ehtimalla olar böyük hərflə. Hə, olmalıdır. Səhv elədim. Bunu niyə yazmamısınız uşaqlar? Müəllim, mən 4 verib, bir dənə baxın. Okey, bir dənə özüm yazım kodum. Yəni LLM-imiz var. Söhbət tərəf odur ki, sin getline eləyəndə cavabı düz vermir, sinlə eləyəndə düz verir. Sən niyə getline-la eləyirsən ki, bu 2 dənə ayrı stringdir axı, sən bunları bitişdirmə. Müəllim, 50 verdi də mənə. 50 verdi deyə dedim bəlkə getline problemi var. C-alta S-ini, bir də T-ini verirsən. Yəni bu necə verir sizə adi ayının içində? Necə yəni adi ayının içində? Yəni bunun içində necə verir sizə? Nəyin içində? Müəllim, mən hələ çatmır o şey. Nə çatmır? İndi nə qədər mənə çatmır ki, i-nin elə bil s-in yəni S-in tam başqa bir formun içində tam başqa bir ifadə yazmaq mənə qəribə gəlir. nə yazdım ki, S-i yazmışam da. Müəllim, hə, mən həmişə elə düşünürəm.
Olsa yəni 2 dənə string verilir də, sənə sadəcə bu massiv deyil, o Bu mən stringlərin uzunluğunu verir sənə elə bil. əsasən Biraz mən başqa forların içində başqa şey yoxlaya bilməyimizdir ki, başqa forun içində elə bil tutaq ki, aradan map'in xüsusiyyəti olan forun içində başqa map'i yoxlaya bilirsiniz. Mən onu yazanda error verir. necə olur? Bilmirəm. Submit oldan olar ki, o nə baş verir. Müəllim, bu problem dünən məndə də oldu. Amma düzəlir. Hepsi. Bax Əkbər, orada sadəcə o n-i stringin uzunluğu məqsədilə verirdi. Mənasız bir şeydir, amma sadəcə daxil eləmək məqsədilə verirsən sən onu. Yəni daxil eləməlisən ki, stringin uzunluğu budur. Sən bax Əkbər, bunu elədiyin şey var ya, səndə bilsən nə baş verəcək? AJ stringində ancaq 0-cı indeksdəki ədədi verəcək. Bax, görürsən, J həmişə 0 olaraq qalır. Sən onu bir dəfədən sonra break eləyirsən. Yəni ona görə içsə for burada düzgün deyil. Yəni sən burada həmişə A stringindən 0-cı indeksdəki hərfi verirsən. Heç vaxt 1-ci, 2-cini vermirsən. Aydındır? Yəni J-yə artmağa icazə vermirsən. Gəlsən təzədən buradan davam edirsən. Ona görə bir dənə forun içində yazmaq daha yaxşıdır. Çünki zaten eyni indekslər verirsən. Bax, bu kodun düzdür demək olar ki. Sadəcə bura AI yazmalıydın. Yəni sən burada məsələn ancaq ilk hərfi çıxışa verirsən bu üsulla. Amma bura AI yazsaydın, nə baş verəcəkdi? Eyni indekslərin çıxışa verəcəkdi bunların. Okay. Çox fərqi yoxdur, amma yəni indi hələ görmürsünüz fərqini. Sadəcə qrafları falan keçəndə ehtiyac olacaq bu hesaba. Yenə də qəşəng görsən Rəza abla. Ehtiyac olacaq deyə bir şey yoxdur. Sadəcə insanın özünə rahatlığına görə. Sadəcə sizin üçün əslində dəqiq o qədər deyil. Çətin deyil. Yəni şeydir. Sizin üçün əslində o qədər də bu dəqiqə fərq eləmir, amma Codeforce-da yarışlara girsəydiniz fərq eləyərdi. Yəni orada sürətinizi baya bir artırır. Amma indi belə hiss eləmirsiniz onu. Yenə də qəşəngdir, mən bəyəndim. Görünüş olaraq hə ola bilər. Səliqəli görsən hər kod müəllim. Yəni bax məsələn, burada sən bilirsən nə edə bilərdin, tutaq ki. Bax, məsələn, buradakı n-i yazmazdın. Burada t-ni sin t eləyə bilərdin. Bax ki, görsəydin. Bax, bunu yazmayıb. Bunu belə eləyə bilərdin. Nəticədə eyni şey olmuş olacaqdı. Yoxsa bu sual üçün gözləyiyorum, yox bu sual üçün yaxşı deyil. Nəysə, bu sualda görsədərəm. Yəni test case bir şey verirsə, məsələn də 5 dənə şey verir. Deyir ki, bu 5-nin də cavabını ver. Onda belə eləyirsən ki, buraya yazırsan sint, gəlirsən artıq bu 5 dəfə dövr eləyəcək elə bil, sən də nəyisə input eləyəsən. Yəni elə suallar var da. İndi bu sual o tipli deyil, düzdür. Amma elə suallar var. Yəni bu suala çünki ancaq 2 dənə string daxil edirsən də bu başqa. Nötr adamlar. Elə yuxarıda şərtlər ver. Hə, başa düşdüm. Bəs burada deyilmi mümkün olmaya bilər yeməyi? Belə bir şey olurmu? Olmur deyəsən. Watch out for overflows. Overflow olur ki, 3, 6, 9, 11. Bu neçədir? 3, 6, 9.
Ha, bu hər ikisini də yeyəndə bu qədərini eləyir də. Aha, okey. Bir saniyə su götürüm gəlim. Siz fikirləşin. Okey. Alınmaya bilər. Amma dəqiq K-dənə yeməlidir. Bəli müəllim, K dənə əməliyyat. Aha. Burada uşaqlar əslində K dənə yeməli deyə bir şey deyil. Burada belə bir şeydir. K dəfə bu action eləyəcək, yəni nəsə yeməlidir də. Yəni K dənə nəsə eləməlidir prosta. Yəni biraz qarışıqdır. Hə, yəni K dənə yeyə bilər ya da yeyə bilməz eyni temaya gəlir əslində. Ona görə gəlin elə birbaşa kodundan başlayaq. Bir nətər adamdır. Hə, baxın uşaqlar. Deməli, bir hal o ola bilər ki, ancaq məsələn, belə deyək də, A K-ya bərabərdirsə, yəni Takasakinin özünün şeylədiyi yemək ancaq bəs eləyirsə A K-ya və yaxud da A K-dan böyük bərabər yox da, kiçik bərabərdirsə, yox, elə bərabəri yoxlayaq birinci. Bərabərdirsə, Siyauta 0-dan B-ni verəcəyik. Bu birinci hal. İndi bir dənə ümumi ifləri yazaq, sonra hansısa ifi bəlkə birləşdirməyə alınar bizim üçün. Sonra else if əgər Takasakinin piçenyeləri K-dan kiçikdirsə, onda mütləq bu tərəf 0 olmalıdır. Və digər tərəf nə olmalıdır? K çıxılsın, A qədər elə bir B-dən yeyəcək onu. Yəni belə bir şey. Düzdür? Yəni K çıxansın yeyib artıq özünküləri. Yerdə də K-ya tamamlamaq üçün K çıx A dənəsi yeyir.
Bəs elə olsa 0 verəcəkmi? Yəni 0 verməlidir elə bir şey olsa. Ya bildim, bir şey baxmaq istədim ki, sadəcə. Bir dəqiqə. If I could it one if they both have no cookies, do nothing. Yəni ya 0 qalacaq, ya da belə qalacaq da. Mən belə başa düşdüm. Yəni mənfiyə heç vaxt yox, sadəcə böyük olmasa nə baş verəcək? Mən o maraqlıdır. Ya bax, bir dənə bax. Məsələn, bunun cavabı nədir? Bunun cavabını de mənə 1 saniyə. Bunun cavabı nədir? Niyə yeyib hərəsinin 0-dan asılı qalıb? Hə, başa düşdüm. Okay, onda gəlin belə bir şey yazaq. Maksimum 0-la B çıxılsın, K çıxılsın A. Bu nə deməkdir uşaqlar? Əgər bu mənfiyə düşsə belə bu ifadənin cavabı, mən bunun maksimumunu sıfırlayıram deyə, yəni maksimumlayıram deyə 0-la. Avtomatik olaraq ya 0 verəcək, ya da bu ifadənin cavabını verəcək. Aydındır? Başqa nə halımız qaldı bizim? Başqa halımız əgər bir də 0-0-ı AK-dan böyük olanda belə bir şey olacaq. A çıxılsın, B-ni verəcək. Başqa halda 0-0 da zaten bura düşəcək elə, əgər olsa. Başqa halda yoxdur məncə. Səhv eləmirəmsə. Yəni yoxlayaq burdakılardan. Okay. Sizə bu şeyi göstərirəm uşaqlar. Müəllim, while K minus-minusla eləyə bilərik. Niyə? Yo, o alınmayacaq ondan. Ay, recording deyəndə. Yapma be. Mənim əsas Cavidan yanmasın. Cavidan deyəcək, indi başlatmamışam. Əgər bir dəfə də dayansa, heç nə. Bir dəfə dayanmasa yenə 2 part olaraq şey eləyəcəm, atacam. Əgər bir dəfədən çox da dayansa, sən yükləyərsən. Okay. Burada uşaqlar, baxın belə bir şey göstərəcəm sizə. Əgər nəyisə bundan Ay sonra müəllim. Hə. Bir dənə də bir şey deyim. Deyəsən siz səhv yazmısınız. Keçən dərsimizin 55-ci lesson olduğuna əminəm. Yəni deyil. 55 deyil. Yəqin 2 dənəsini Cavidan yükləyib deyə sizin xəbəriniz olmayıb. Hə, mən özümkülərə əsasən gedirəm. O hesablanmır. Ona görə. Okay. Bir saniyə. Hə, buradakı uşaqlar bir şey göstərəcəm. Əgər gələcəkdə nəyisə 0-la maksimumlayırsınızsa, yəni belə bir ifadəni məsələn 0-la maksimumlayırsınızsa, baxın belə bir error alasınız. Deyəcək ki, bir tərəfi intdir, digər tərəfi isə long intdir. Ona görə bu problemi həll etmək üçün 0-ın yanına bir dənə LL yazırsınız. Bu nə deməkdir? Artıq 0-ı long olaraq götürür, amma böyük LL-lə yazırsınız, yəni böyük hərflərlə. Bu o deməkdir ki, 0 da longdur, bu ifadə də longdur. Əgər belə bir şey yazmasan, bu error verəcək, yəni maksimumlamayacaq heç vaxt. Yəni çünki 0 normal olaraq int götürür həmin rəqəmi. Amma siz onun yanına bir dənə böyük hərflərlə LL yazanda, bu artıq onu long olaraq götürəcək. Tamam? Bunu yadınızda saxlayın mütləq. Yəni ola bilər ki, qabağınıza elə bir şey çıxar ki, istifadə eləməli olasınız. Yəni 0-la nəyisə maksimumlamağa çalışarsınız. Müəllim, bəs onun long yox da. Yəni biz LL define eləməsək, yanına nə yazmalıyıq? LL define eləməsəz yanına nə yazmalıydınız? Maraqlı sualdır. LL define eləməsəz də bu işləyir. Səhv eləmirəmsə. İşləməyəcəm mən. Yox, ona görə deyil. Bir saniyə. Ona görə deyil. Yəni bu
özünün içində gələn bir şey. Hə, aydındır. Amma yadınıza saxlayın mütləq uşaqlar. Yəni bunu Mənim olduğunu görmüşəm. yəni hə, görəsiniz. Yəni bunu mütləq yadınızdan çıxartmayın. Lazım olacaq. Yəni məsələn bir dənə baxın o mənfi halı nəzərə almaq üçün mən əlavə if falan yazmalıydım, amma indi bir dənə bundan həll elədim. Bu da belə. Yenə əsasən bir yazılanlardan gedəcəm. Bu son şərtin izah edin. Leksikoqrafik Hansı daha böyük son çəkilməsi? Hansı daha kiçikdir bəlkə? müəllim leksikoqrafiya. Hə, sən səhv başlamısan onu. Ədəd olan gözləyirəm sən səhv çıxarda bilmirəm. Sən onda belə deyirsən, ədəd olaraq böyük olan böyükdür, ədəd olaraq böyük olan kiçikdir. Hə, biraz hə, yox, elə olmayacaq o. Məsələn, gəl nümunə göstərdim. Bu daha böyükdür bu halda. Bu daha kiçikdir. Çünki uşaqlar niyə? Bir dəqiqə. Consider this the concentration of the big copies of Hə, okeydə, yaxşı göy yaradaq da onu. Hə, bildim. Hə, başa düşdüm. Okey. Ümumən uşaqlar leksikoqrafik olaraq müqayisə nədir? Bunu yenə görəsiniz o böyük ehtimalla. Stringlərin sadəcə bir-birindən kiçik və yaxud da böyük olmağıdır. Yadınızda mən sizə keçən səfər göstərmişdim ki, stringləri necə müqayisə eləyirik? Alt-alta bir-birlərinə baxırıq, eyni indeksdə durmaqlarına. Hansı anda ki, o Müəllim, biri ondan böyükdür, avtomatik olaraq leksikoqrafik olaraq məsələn bu bundan böyük olmuş olur. Çünki burada dayanan bu buradan böyükdür. Məsələn burada da 444-dən 3300 üstə. Bu 4 bundan böyük olduğu üçün avtomatik olaraq bu string bundan böyük olmuş olur. Hə, deməmək var. müəllim burada deyəsən axı belə eləməsəydi olar. Adi müqayisə ilə edə bilirik. Necə? Müəllim, o yadınıza gəlir bir dənə sual işləmişdik. Məsələn, 2 dənə string verir, deyir hansı daha böyükdürsə o işarəni verir. Adi müqayisəni eləyəcəyik onsuz da adi if-lə. Müəllim. LL AB sin AB. Deməli LL götürməyəcəm, bunu char götürəcəm. 2 dənə də string götürəcəm. A qədər B əlavə eləməliyəm də, düzdür? Okey, bu A dəfə dövr eləməyəcək prosta. Okey, belə eləyək. A çıxılsın 0. Müəllim, string götürməsəz də olar, adi LL. Çünki A biz ilə necə əlavə eləyəsən o rəqəmləri? müəllim bizə deyir çünki 9-a qədərdir beynəlxalq. Yəni
Bəli, müəllim. Çünki 9-a Ədəd qədər. olaraq müqayisəni eləməklə string olaraq müqayisə eləmək. Xoşum gəlmədi sözünüz. Mən öz üsulumla gedirəm. S2-nin üzərinə B-ləri gələcəm. S2-nin niyə S1-in gəlimdə elə? S1-in üzərinə B-ni gəlirəm. S2-nin üzərinə isə A-nı gəlirəm. Müəllim, məncə belə deyil. Çünki burada leksikografik cəhətdən ona görə deyir. Bir saniyə görüm nə baş verir. Müəllim, bu çox normaldır. Nəyi normaldır? Fikir verməyin, müəllim. Hə, mən çünki onu kopyalamışam. Evet. Long yazmısan? Ona görə də string daha rahatdır. Müəllim, gördünüz, 6 dənə taska var. 6 dənə if yazsaydıq həll olurdu. Süper. Yo, orada o sualın şeyi var da. Bax, fikir vermişəm milyon dəfə. Məsələn, if 12-dən alınırsa bir sualda maksimum 12 olur. Deyəsən 81. Varman təxmin eləyənmərsiniz, boş verin. Getdik N-ə. Nə deyir? String is written on each of them and string written on each of them. Written on it and stress and the number of balls with the string S and balls with the string T that we have now. İki tane string. Anlam belə yollarınız yox, anlam bir başqa şeydir. Hə, dedi. Hı. Hı. Hə, başa düşdüm. Demək, qısacası çox asandır müəllim. Bəli. Bu nə var ki Mən eləmiş heç belə düşünmürdüm. Sualın şərti tam başqa cür anlamışam. String st evel ab
Okey, davam eləyək. AB, sin AB, bir dənə də Lemsin SK elədi. Deyəsən qraflarla qarışdırdım. ST. Deyəcək, əgər u S-ə bərabərsə, onda siyahıta A çıxılsın, 1 ilə B-ni verəsiniz. Əks halda da siyahıta A-la B çıxıyor verəsiniz. Okey, ən sualda belə. S sualı. Number of digits that n is in base come. Müəllim, elə bir ədəd verilir. Qabağında da onun hansı say sistemində yazılacağıdır. Elə bil həmin say sistemində ədədin neçə rəqəmli olduğunu tapmalıyıq. Neçə dəfə bölünürsə o qədər də asandır. Yox müəllim, say sistemi olaraq. Bildim də. Hadi onu verin. Aha, onu verin. Ya o da cavabı verir düzdür. Yəni say sisteminə n ədədini say sisteminə necə çevirirsiniz uşaqlar? Yəni onluqda Bəli müəllim. aha, yəni. O da 0 olmayana qədər davam edirsiniz. Burada da sayı artırırsınız. N-i də bölürsünüz M4K-ya. Müəllim, amma məsələ orasınız ki, səhv verir. Nə verir? Səhv verir müəllim. Dünən mən də belə elədim. Yəni N-in özü müəllim səhv cavab verir. Yəni N-in özünü siyahıta versə səhv verəcək. N-in özünü niyə siyahıta verim ki? Yəni yoxlamaq üçündür müəllim. Nə yox olmaz. Çünki bəzi nümunələrdə deyəsən belə qəribə cavab verir. Qəribə necə verə bilər ki cavab? Yəni neçə dəfə K-ya bölünürsə onun sayıdır da. Yəni sən onluqdakı bir şey K-lıqdakı bir şeyə çevirirsənsə, sadəcə bölə-bölə gedir. 18 verir. 18-də cavabı. Amma mən siyahıta N-in özünü vermişim. Əkbər, bu deyir ki, n ədədini K-lıq say sistemində yazmalısan və K-lıq say sistemində yazanda neçə dənə rəqəm varsa, onun sayını verməlisən. Məsələn, ikilik say sistemində yazanda 4 dənə rəqəmi olubdur. Bunun ona görə 4 verir. Yox müəllim, qəribə tərəfi o deyil. Mən hər ehtimala yoxladım. A-nı hər dəfəsində B-yə böldüm, siyahıta A-nı verdim. Mən birinci nümunəyim 1521 verdi, ona görə dedim. Əgər sən o bölməni tutmusansa, niyə gedib n-i vermisən ki çıxışa? Əgər K-ya bölünməni tutmusan ki, onunla tapırsan sayı. Yonu başlamışam mən. Hə, bu yazmadı. Basondu da. İzah ehtiyac oldu. Müəllim, I 0-dan 3-ə qədər getməlidir, J də 0-dan 3-ə qədər getməlidir. Sin A-yı J eləməliydik, sonra da LLN, sin A-yı. Yarın baxaq bu suala. Yazılmayıbsa yəqin yazılmasına problem var. Müəllim, niyə N-ə qədər aparsın? Dəş. Başda yox, sonra verməliyik. Birinci o bingo şeyini verir, sonra ədədlər verir. Okey, ədədləri bir setin içinə əlavə edirik uşaqlar. Yəni bax, birinci bunu verir, sonra 7, sonra 7-dən də ədəd. Bunları setin içinə əlavə edirik ki, gedək find-la yoxlayaq ki, həmin ədəd məsələn də diaqonalda var ya da yoxdur belə bir şeylər.
Birinci nəyə baxırıq? Birinci bizə nə deyirdi? Bizə deyirdi ki, işarə qoy. Hə, okey. Məsələn, gəlin elə diaqonallardan başlayaq birinci. Bu birinci məsələn, denən Murad. Birinci diaqonal bu i bərabərcə j-yə müəllim. bərabərsə j-dir. i j-yə İkincidə bərabər i üstəgəl j bərabərdirsə 2-yə. deyəcəm ki, s-find a i j bərabər deyilsə s.n-də, onda say plus elə. Burada da bir sayı burada başladıram. Say bərabərdir 0. Yəni hər dəfəsən sıfırlanacaq elə bir bu diaqonalları yoxlayanda. Bu diaqonalları yoxlayanda deyəndə zaten bir dənə diaqonal yoxdur elə. 2 dənə diaqonal var da. Heç bunu forla yoxlamasaq da olar əslində. Öz işimizi rahatlaşdıraq gəlin. Yəni diaqonal. Ədədləri baxın məsələn belə yazsam. Müəllim, forla yoxlaya bilməzdiniz? Forla yoxlaya bilərdim, sadəcə forla uzadırıq əslində məncə. Yox, forla yox müəllim, or. Orun içində yazardınız ki, üstəgəl j 2-yə bərabərdirsə. Çünki bir dənə oradan, bir dənə buradan istəmirək səndən. Ola bilər ki, məsələn, mən elə bir şey yazırıq ki, biz əgər məsələn burada ədədləri tapandan sonra say 3-ə bərabər olarsa, yəni demək ki, bu diaqonal üzrə bütün ədədlər var da məndə burada. Amma sən məsələn ikisinə birdən baxsaydın, birin buradan götürsəydin, məsələn də biri burada, biri burada, biri də burada. Bu sayılmayacaq da, say 3-ə bərabər olacaqdı, amma bingo olmuş sayılmayacaqdı. Bəli. Okey, baxın məsələn bu birinci diaqonalların şərtləridir. Əslində bunu bir-bir yoxlamaq daha rahat olardımı yoxsa? Elə belə yoxlayaq, düz deyirəm. S.find D1 bərabər deyilsə S.n-də and S.find D2 and S.find D3. Yəni bunların hamısı setdə varsa D1, D2, D3, onda Cout-a yes versin elə. İndi gedirik else if-lərə. We will have bingo. Okay, print yes. Problem yaratmayacaq. Bilmirəm. Gözlə bir dənə düşünüm. Sadəcə çox zor olacaqdı. Mən gəlin onda belə eləyək. Diaqonallara burada baxaq. Mən sadəcə çox for yazmaq istəmirdim. Nəysə yazaq da. Yəni yaza düşünmüyorum foru da qısaltmaq olur. Baxın, bu birincisi i-j-yə bərabər olanda yoxladığım olacaq. S.find a i-j bərabər deyilsə S.n-də. Burada bir dənə say biri plus eləyəcəm. Bu ilk diaqonalın yoxlanılmasıdır. Keçirik bunun ikinci diaqonalına. Elədir ki, 4 dənə götürəsiniz. Çünki bizdə 2 dənə də form olmalıdır da. Yəni onu görüm. Bir saniyə bunları yazaq, götürəcəm. Əgər i plus j 2-yə bərabərdirsə, bu da digər diaqonal olmuş olur. Ona görə bir dənə də bunu kopyalayıq, yapışdırırıq. Yəni bunu hələlik belə eləyim. Onda da sayını artıracağıq. İkinci diaqonal. Sonra nə edəcəyik? Sadəcə yoxlayacağıq ki, s-find a-j S.n-də bərabər deyilsə say 3-ü artıracağıq. Bu artıq necədir? Belə-belədir, düzdür? Süturdurmu, sətirdimi bu? Sütun, yox, sətirdir. Sətir. Bu sətir yoxlayacaq. Qaldı bir dənə sütunu yoxlamamıza. Onu da 0, 0,
1 0 J. Onu da J ilə i-nin yerini dəyişəcəyik say 4-də əlavə edəndə. Belə eləyəcəyik, yəni. Deyəcəyik ki, əgər s-find AJI S nöqtəyində bərabər deyilsə, sütunu yoxlayanda, onda da say 4 artır. Çox məncə. Burada da deyəcəyik ki, say 1 3-ə bərabər olarsa, or say 2 3-ə bərabər olarsa, or say 3 3-ə bərabər olarsa, or say 4 3-ə bərabər olarsa. Yəni, bunların hər hansısa birində bingo vurmuşuqsa, siyahıta yes ver və return 0 elə. Vəsə, əgər orada cavab tapmayıbsa da, fordan çıxandan sonra get no-nu çıxışa ver. Forun çölündə niyə yoxlamadınız ki, o say 1-in üçün? Forun çölündə yoxlaya bilmərəm, axı saylar sıfırlanır hər dəfəsində. Bəli. Bir anlıq beynim dayandı. Niyə yapışdıramadım mən? Mənim onlayn-cədə bir axır düzəldiblər. No verdi, maraqlıdır. Bax, görək nəyi səhv yazmışıq. Bundan şübhələnirəm əslində, amma bu diagonal, burada hansıdır vəbşi? Hardan bir gün vururuq biz? Diagonal üzrə yoxsa 89, 7, 84 diagonal üzrə vururuq da bingo. Okey, bir dənə yoxlayaq. IJ-yə bərabərdirsə, s.find AIJ s.n-də bərabər deyilsə, say 1-i plus eləmişik. Bunların birində 3 olmalıydı axı bu say 1. Ayda. Bunları çöldə yazmalıyıq. Bəli, müəllim, indicə fikir verdim. Sonra fora girmədən o J foruna sayları sıfırlamaq lazımdır. Sayları ancaq sətirlə sütunda sıfırlamaq. Diagonalda sıfırlayanmırıq, çünki diagonalda fərqli yerlərdə orada, amma məsələn sütundur, hə, bunlar okeydir, bunlar elə olmalıdır, amma diagonalları sıfırlamadan irəliləməliyik. Aha, həm də ki, sən artıq sıfırlayanda bir növ itirmiş olursan həmin diagonaldakı ədədi. Məsələn də, sən tutaq ki, forun belə-belə hərəkət edir, düzdür? Sən tutaq ki, burada tapırsan ədədi, amma gəlib burada başlayanda sayını təzədən sıfırdan başladın, amma buradakı diagonaldakı ədədi itirdin axırca. Aydındır, ona görə səhv verir. Vəsə, məncə düzdür bundan sonra. Səhv olsa, düzəldərik. Məsələn, görürsünüz, başlayanda elə bildik ki, 4 dənə, 2-3 dənə for yazacağıq, amma bir fora sığışdırmaq olur əslində. Yəni, boşluqla yazmaq məsələlidir. Bəli. Müəllim, artıq o dərəcədə, yəni kimsə boşluqsuz yazanda əsəblərim pozulur. Məsələn, məktəbdəki informatika müəlliməsi. Sadəcə boşluqla yaz. Bəli, müəllim. Buradan sənin müəllimən kim idi, Ülkər müəllimə? Bəli, müəllim. Okey. Bu il desəm o deyil. Kimdir? Bilmirəm. Amma 8-ci sinifdə məncə dəyişir. Ülkər müəllimə 8-ləri az keçir məncə. Olsa yaxşı olar, olmasa problem yoxdur. Deməli, red var, blue var. Nə vaxt tamamlanmış sayılır ki?
Yoga. Print the number of blue balls that will be there among the first and most in the row. Hə, başa düşdüm. Belə bir şey deyil ki, uşaqlar bizə. Elə A dənə düz cavabdan A dənə qırmızı, A dənə mavi top var. B dənə qırmızı top var. Siz bunları belə bir şey eləyəsiniz. Birinci A dənə mavi topu sıranın ən sonuna əlavə eləyəsiniz. Sonra B dənə qırmızı topu sıranın ən sonuna əlavə eləyəsiniz. Sonra təzədən eyni prosesi təkrarlaya gedəsiniz. Nə vaxt ki, ilk n dənə top mavi top olarsa, onda ümumi mavi topların sayını verəcəyik. Məsələn, baxın burada. Birinci 3 dənə mavi top olubdur. Bunu sıranın ən əvvəlinə əlavə eləyib. Baxın, B. Sonra 4 dənə də qırmızı top əlavə eləyibdir. 4 dənə RR. İndi deyib ki, bir dəqiqə tutanmadım yenə. Özüm səhv saydım. Bəs bunu niyə? Hə, onda 1 əlavə eləyir ondan sonra. Axı 1 əlavə eləməməlidir. Burada deyirdi ki, A-dən əlavə eləyir, sonra B-dən əlavə eləyir. Niyə belə elədi? Hə, 8-ə çatdırdı. Yo. Bir saniyə. Yo, əslində yenə də A dənə B-dən əlavə olunur. Sadəcə ona ilk n dənəsinin içində neçə dənə blue ball var, onu maraqlıdır. Yəni məsələn, burada əslində yenə də 3 dənə B əlavə eləyibdir, amma ilk n dənəsi bu olub və ilk n dənəsinin içində neçə dənə blue ball varsa, ona o maraqlıdır. Başa düşmədim mən son şərtini. Bax, Əkbər, sənə blue ballların sayını verir, bir də red ballların sayını verir. Sən birinci sıraya blue ballları əlavə edirsən. Bax, 3 dənə BB-nə əlavə elədin, blueları. Sonra sıranın hər zaman əlavə elədiyin şeyi sıranın axırına əlavə eləyirsən. 4 dənə red əlavə elədin. Okay. Sonra sənin məqsədin nədir? İlk n dənə topu yaratmaqdır. Yəni 8 dənə minimum top olmalıdır səndə. Hələ ki 7 dənədir, düzdür? Ona görə bu prosesi davam elətdirirsən. Sən 3 dənə yenə BB əlavə eləyirsən. Amma sənə deyir ki, ilk 8 dənəsinin içində neçə dənə blue ball var? Onun mənə sayını deyən. İlk 8 dənəsinin içində burada nə qədər blue ball var? 4 dənə. Ona görə cavab 4-dür. Məsələn, burada sən birinci elə 0 dənə şey eləyirsən, sonra 4 dənə red əlavə eləyirsən, sonra yenə 4 dənə əlavə eləyirsən. Yəni əslində hə, asandır. Çox çətin deyil. Heç elə eləməzsəz də olar əslində. Hesablayaraq da eləmək olar. Hə, onu deyəcəkdim. Yəni düşünüm ən rahatı yolun. Okay, gəlin belə bir şey eləyək. Deməli, bizə nə verilir? A, B, daha doğrusu A, B. Bəli. Özümüzü niyə çətinə salırıq? Niyə? İfləyək? Yox, müəllim. Belə eləmək yerinə A ilə N-dən A üstə gəl B-ni çıxarıq. Əgər cütdürsə, cavabımız cütdürsə, siyahıta
Siauta bir dəqiqə. Müəllim, cavabımız düzdürsə, siauta verərik. A üstə gəlinsin. e, A üstə gəlinsin. O həmin o cavab bölünsün 2. Əks halda da siauta A üstə gəl 1-i verərik. Bu isbat hardan gəlir? Müəllim, isbat oradan gəlir ki, elə bil 1-1 qoyanda orada elə bil B cüt olanda düşür də. A daha doğrusu. Test case'lərdən uydurmuşam, amma bilmirəm, nətər məntiq uydurum. Müəllim, mən həqiqətən uydurmamışam, ağlıma gəlir. Bir saniyə. Sağ ol. Sağ olun. Sağ olun. Müəllim, Sağ olun. Murad yenə 2-0-lara dönüb. Bir saniyə. Düşünürəm dediyini. Sağ ol, Murad, sağ ol. Bir dənə də denən Əkbər dediyini. Müəllim, elə bil N-dən A üstə gəl B cəmini çıxanda əgər tək eləyirsə, siauta verək A üstə gəlinsin 1-i. Əks halda da siauta verək A üstə gəlinsin həmin o fərq bölünsün 2. Onda üstünə çıx 1-in gələrik. Təxmin elə bir şeydə, hə. Yaxınlaşmışsınız elə ikiniz də düstura. Bir saniyə. Müəllim, başqa bir şey gəldi ağlıma. Elə bəğ gəldiyin ağlına gələn şeyi saxla, o yaxşıdır. Dəyişdirmə. Bir saniyə. Müəllim, necə düz olacaq? Düz olmaya bilər deyəsən. Orada ikinci test case səhv çıxacaqmı? Bir saniyə düşünüm. Müəllim, hansı test case-də səhv çıxacağını da bilirsiniz. Yox. Bir saniyə, bunda səhv deyəsən. Yox, bunda da düzdür. Amma 20 bal verdi. Bir saniyə, böyük ehtimal kiçik bir bağı var. Düzəldər indi. Maraqlı. Mən eləmək istədiyim şey bilirsiniz nədir uşaqlar? Hər dəfəsində A ilə B qədərini əlavə eləyirik, elə bil ki. Tutaq ki, bir dənə sıranı, bir şeyi A üstə gəl B qədərlə doldururam mən. Sonra isə bunu nə qədərlə doldururamsa, yəni N-in içində nə qədər bu A üstə gəl B-lik say varsa, mən o qədərini doldururam. Sonra isə bu yerdə qalanı var, məsələn, tutaq ki də buradakı nümunə kimi. Bu buradakı nümunə kimi, 3-dən 4-dəki kimi. Mən bir dənə sıranı 8-i 7-yə böldüm, bildim ki, bir dənə sıranı 3-4-lərlə dolduracam. Yerdə qaldığım biri hardan bilirəm? Bunu 8-in 7-yə olan qalığından bilirəm ki, mən bunu bir dənə ilə dolduracam.
yazacağam. Yəni ilk də həmişə sıralar bitəndən sonra ilk başlayan şey Blue Ball-dur. Düzdür, Red Ball-dan başlamıram. Ona görə amma bunun baqları var. Bir dəqiqə, qalıq əgər şeydən böyük olarsa, okey. Hə, yəni prosta biz Ağçat hə, bir saniyə. Qalıq A-dan böyük olarsa, yox, qalıq A-dan kiçikmi olarsa, böyükmü olarsa, böyük olarsa. Amma okey, qalıq A-dan böyük olarsa, A plus 1 qədər artmalı deyilmi? Çünki qalıq A-dan böyükdür, tutaq ki, sən onu demək istəyirsən ki, tutaq ki, məsələn hə, ay sağ ol. İkisi qalıbda. Hə, onda bir saniyə. Hə, A 3-dür. Ay sağ ol. Elə bil ki, bizə 2 dənə də top oradan gəlir. Hə, A qədər artır, düz deyirsən. A qədər artmır axı. A qədər artsa 3 qədər. Düstura niyə gəldi saldı mən gül kimi Wild Tree-nə yazacaqdım. İndi bu düsturu düzəltməyə bax, bir saniyə. Qalıq tutaq ki 5-dir. Bax, bir A da 3-dür. Düzdür? Sən 3 dənəni qoydun, amma yetərli olmadı bu. Sənə məcbur 2 dənə də burdan gələcək top. Yəni qalıq qədər artmış oldu elə. Onda B bizə maraqlı deyil axı. Bizə onsuz da A-ların sayı maraqlıdır. B-ni neyniyək? B gələcəksə qalıq yox, yenə qalıq qədər arta bilər. Bax, bu nümunə üçün əgər A ilə kiçikdirsə, yenə qalıq qədər artacaq. Bax, çünki sən 3 dənə topu qoydun, hə, tutaq ki, blue ball-u, hə, sonra red ball-u qoyursan arxasına. Sonra sən təzə sıraya başlayanda 2 dənə blue ball qoyasan da təzədən. Yəni ümumi yenə 5 dənə qoymuş olmursan ki. Niyə? Hə, qalıq belə də ola bilər deyirsən, tutaq ki, hə. Düz deyirsən. Cavidan, bu define'ları bütün kodlarda saxlayırsan. Əgər qalıq A-dan kiçikdirsə, qalıq qədər artmalıdır. Qalıq A-dan böyükdürsə, A qədər artmalıdır. Qalıq A-dan böyükdürsə, A qədər artmalıdır. Müəllim düstura gəlib saldı bəs. Yaxşı bir şeydir əslində. Bir saniyə. Mən düsturlardan sadəcə düstur əslində yaxşıdır çox anlarda. Sadəcə bəzən baqların qabağını almaq üçün çox vaxt Bilmirəm siz yazırsınız, mən görmürəm. Amma elə bil donur deyə bayaq. bayaq yazmırdım heç. Mən indi yazıram. Qalıq əgər A-dan kiçikdirsə, Cavidan deyir ki,
Qalıq qədər artsın. Əks halda da A qədər artsın. Bir dənə sadəcə test case maraqlıdır. Mən bir saniyə elə bir test case tapacağam. Qalığın A-dan böyük olduğu test case. Kimin ağlına gəlir elə bir test case desəm? Qalın qalıq 12, 5. Qalıq A-dan böyükdürmü? Aha. düz deyir cavabı. Hə, düzdür. Okay, test case də gördüm. Rahatladım. Düzdür. Afərin. Yo, düzdür. Mənim eksemlərə baxacağam bugün. Yox. Bu yarışı bitirmək istəyirəm ki, Gələn dərsi fullayaq düzdür. bəhanə olmaz. Mənim bəs gələn dərsdə yenə də bəhanə olsa. Bir dənə də x-ə baxaq. Deməli, m plus m dənə topumuz var. Son şərti anlamadım. Bir saniyə. Deyir, n dənəsi bunların cütdür, m dənəsi də təkdir. Find the number of base choose 2 of the m plus m balls so that the sum of... Asan da. Sənə deyir ki, bu ehtimalla bu da düstur kimi bir şey olacaq. Sənə deyir ki, sən 2 dənə, n dənə cüt ədədin var, m dənə isə tək ədədin var. Deyir ki, neçə üsulla sən 2 dənə ədəd seçərsən o ədədlərin içindən və o ədədlərin cəmi cütə bərabər olar. Yəni, məsələn, bax, tutaq ki, sənin 2 dənə cüt ədədin var deyir, bir dənə də tək ədədin var. Məsələn, təxmin eləyək ki, belə bir şeydir. Yəni, 2 ilə 4 cütdür, biri də təkdir. Ədədləri bu arada özü demir. Deyir ki, məsələn, sən 2 dənə top seçsən, tutaq ki, 1 ilə 2-ni seçsən, bunun cəmi təkdir, bu heç. 2 ilə 4-ü seçsən, amma cəmləri cütdür. Və yaxud da başqa da yoxdur, düzdür? Ona görə cavabımız 1-dir. Yəni, bunu əslində düstur çıxartmaq olar uşaqlar. Məsələn, Mənim dip-ni yaza bilərik. Yox, əlbəttə, dip nədir? Mənim siz dediniz axı, dip əməliyyatların saydı nədir? Yox da, bu sual üçün yox da. Bax, cütlə təkin cəmi cüt ola bilər. Cütlə təkin cəmi mənim heç vaxt cüt ola bilməz. Cütlə cütün cəmi? Mənim həmişə cüt. Təklə təkin cəmi? Həmişə tək. Cüt. Aha. Onda biz necə cütlüklərə baxmalıyıq? Tək plus təklərə, bir də cüt plus cütlərə. Düzdür? Mənim cüt hər şeylərini alır, hər halda cavab cüt. Bax, bizə bunların sayları maraqlıdır. Məsələn, səndə 3 dənə olsa, tutaq ki, ümumi təklər 3 dənə olsa, tutaq ki, cütlərdə 4 dənə olsa, bunun sayını hesabla gör neçə dənə cütlük yarada bilərsən burada? 9 mənim. 9? Bəli. Dəqiq. Bəli. Məsələn, cavab orada 9 idi, deməli. Belə bir nümunə var imiş, mən istəmədən yazdım. Yox, bizə bir dənə dinə. Yox, mən də nümunəyə də baxaq da. Nəyə baxaq? Mən görüm düsturum alınır. Hesablayayım. Deyəsən alınır. Müəllim.
Tapdım düsturu. Hasilləri çıxılsın B. Bu deyil düstur. Nə də budur. Xeyr müəllim, hasilləri çıxılsın B. Nə? O hardan? Hasilləri hasilləri çıxılsın B eləyir müəllim. Beyni çıxmağın mənası nədir bəs? Mən bilmirəm amma isimlərin içinə də işləyir. Deyil. Aynen B'dir də. B təklərin sayı. Hardansan. Baxın uşaqlar, bax. Düstur burdan gəlir. Sən 3 dənə təkin varsa, sən 2 dənə cütlük yaradırsan. Düzdür? 2 dənə cütlük yaradırsan. Bu kvadratın içinə neçə dənə ədəd qoya bilərsən? 3 dənə. Bura 3 dənəsini qoymusansa, artıq burada 2 dənəsini qoya bilərsən. Düzdür? Belə suallar işləmişik və yaxud da riyaziyyatdan da görmüsünüz. Ümumi bunun 6 dənə ehtimal var. Bunların arasında öz aralarında cütlüklərin yaranması. Amma bu 6 dənə ehtimalın içindən təkrarlanmalar da var. Yəni bunu 2-yə bölməliyik əslində. Yəni ümumi 3 dənə cütlük yaranacaq burada. 3 dənə pair. Eynilə burada da. 4 dənə burada qoya bilirsən, 3 dənə isə bura. Yəni təkrarlanma olmasın deyə də eyni cütlüyü qoymayasan deyə. 12 dənə burada, 12-ni 2-yə böləndə 6. Ümumi 9 dənə ehtimal var. Yəni bizə nə verilir? A ilə B verilir. Biz nə edəcəyik? Bir dənə D olsun, A vurulsun. A çıxılsın 1, bölünsün 2. Bir dənə də Y olsun məsələn. O da olsun B vurulsun. B çıxılsın 1, bölünsün 2. Siyahıda D plus Y-ni verək. Müəllim əsəbləşirəm o onlayn GDB kopyalayan bu kodu. Müəllim hələ də sevmirsiniz o sum birdən bir atanda. Nəyi? Birdən bir atana. Sualın ortasında sömürü. Zoom. Hə, zoom pisdir də. Okey, X də belə. Şu. Bir dənə yazdım, bütün suallara baxdım və mən artıq Fatimə də keçsin. Salihə də çatdım. Yəni bir də. Yəni də uşaqlar. Yəni mən 10 dənə yazmışamsa heç yazılmayan suallar. Yəni bu o demək ki, Salih bu hesabla gələn dərsə 20-yə, Fatimə 19-a ən azı da. Əkbər də 23-ə, yox, Əkbər 27-yə çatmalıdır. Mən onda bir Yəni kullanmalıyam çünki sizin bir izah elədiyiniz sualı mən yazmışam. Bir dənə baxın görün hansıdır. Maraqlı gəlir. Ay bəli mənim Y yazmışam. Sabdan beynimi yandırdım. Düstur nə olsa Müəllim, belə. bir dənə beyni də yazın da sıra yaşlı olsun, xahiş edirəm. Az sıra. B sualı. Mən B sualında bir dənə sizinki boş deyil. Yazın. Yox, mən yaxşıdır, ara qoya getmişəm. Bu yaxşıdır. Hard yarışı. Da. Qəşəng Mənim sual. ilk sualı belə çətindir. Ay. Müəllim səsdən çətin deyə bu deyəsən. Sual işlərim ki, bu arada. İşləmişim. Hələ də çətin. Deyəsən də. Biri deyil mənim. Bunlar da aslında var. Bunlardan böyük ehtimal arasında işlədiklərimiz də var. Müəllim Bill. Bill'in sesini işləmişim. Məncə Sesdə. hə, asan çıxaldı bu. Müəllim Eolimpdən götürmüsünüz. Hə. Axır ki qayıtdıq Eolimp. İşləmədiyin suallar da var, işlədiyiniz. Ha, qəşəng. Ay da bu. Super yarış suallar var burada. Ay müəllim bu nədir belə?
Heç nə də. Burada 35 dənə sual var. Bir minimum 20 deyək orada. 20? Müəllim deyirsən Cavidan fikrini dəyişdi. 35-dən 30-un yazanmayacaq. Səxsənlik səviyyəsinə əsasən 20. Suallara baxıb motivasiyaya görə deyirəm. Okey. Deməli, hard yarışı 20 dənə qrupa Müəllim bildirəm. 20 eləməyək də xahiş edirəm. 10. Battle of Brains fırlama. Cavidan yaxşıdır. Hə, müəllim, 13-15 yaxşıdır. 17. Ay müəllim çoxdur. 10 eləyək. Gəl 10. 16-da kəsişdik. 16-da əl sıxışdıq. Harddan 16 dənə. 10 müəllim, 10. Ay, o qədər düşmərəm heç vaxt. Ay müəllim çətindir. Yox, yaxşıdır. O biri qrupda ən çox yazan 17 dənə yazıbdı bunu. Ən Yəni ona çox görə yazan. Müəllim ən çox yazan nəzərə alın. nə bilim, yəqin Müəllim ikilərsiz. ən çox yazan da 100% şeydir. Aminə. Yəni uşaqlar, bir dəqiqə ev tapşırıqlarını deyim, qeyd eləyin siz. 16 dənə oradan Battle of Brains fullamayanlar. Examlərdə olduğu kimi qaydalarından gedir. Müəllim Ziyanın qrupu var. Dedim də müəllim. Yəni Bu Flowerlight'ı müəllim. Bu Flowerlight'ı tanıyırsınız? yox, Gülnur deyil. Gülnurdur. Nə bilim, atdım. Burdansa görmüşdüm mən. Ola da bilər o. Müəllim bu Alparslan bizim sinif yoldaşımdır. Heç nə. Yəni onlar bizə maraqlı deyil. Onsuz da biz onları keçmək uğruna gedirik. Müəllim kiminə maksimum 17 yazıbsa biz nə edəcəyik? Burada 288 ağır rəqabət gedirik 288. Ay müəllim nə var ya burada 288? O mənim uşağım görsüz, baxın görsüz təzə başlayıb. Hələ şeydir, massivə hələ təzə keçirəm, amma 160-dır. Tuncay kimdir müəllim? O təzə uşaqdır, amma massivdədir də, yəni düşün, hələ massivə başlamamışam. Ay müəllim, belə pis burada. Müəllim, burada istəsək minimum 350 eləyərik. Bu suallar çox asandır. Abartmıram, həqiqətən. Ay mən bunu çoxdandan da unutmuşam yazım. 2 günə eləmişəm. 2 günə 181 eləmişəm, 2 günə məzələrsən cavab. Oy. Ay 24-dən qaldıraram 100 neçə. Həsə, dəvəşməyim. İsmail hardadır? Hı? Çünki ancaq Əbülfəz müəllimin şagirdləridir burada. Ya qarışıqdır. Ay müəllim, Memo kimdir? Öyrəndiniz? Yox, tamam. Okey, belə. Deməli 16 dənə 16-ya. Müəllim 10 günədir. Battle of Brains'i full Siz ümumi neçə sual işləmisiniz? Bir dənə profilinizə baxaq. kim? Mən? Siz mən. Məncə Mən 600-ü keçərsiniz. Mən Ay müəllim, mən daha çoxam sizdən. oradan çox işləməmişəm axı. Əsasən elə. Yo, mən bir ara əyalimdə yəni şeyə girmişdi, rankingə falan girməyə çalışırdıq deyə biz uşaqlarla sual kasırdıq. Yəni 800-900-ə çatmışdıq biz sual kasa, amma ondan sonra başım buraxdı. Çünki Codeforce-a keçdik. Onun fake də var da. Məsələn, burada 846. Uydum elə. Amma yəni buna bax. Yəni məsələn mən bunu bir yerdən burada görsənməyəcək düz Siz olsa qədər. özünüz eləməyə çalışırdınız, yoxsa müəllim məcbur edirdi? Yo, biz həmişə uşaqlarla ancaq özümüz eləməyə çalışmışıq. Heç vaxt heç kim məcbur eləmirdi. Yəni baxın məsələn əsas aktivlik baxın burdadır məsələn. Bu 2022 illəridir. Müəllim Əbülfəz müəllim də orada işləyib belə bu qədər. Həmişə
Biz Əbülfəz var idi, mən var idim, Rıza var idi, Turan var idi. Biz dördümüz həmişə bir-birimizdən nə bilim sual sayını keçməyə uğraşırdıq. Yəni rəqabət ona görə yaxşı. Rəqabət deyildi əslində. Yəni sadəcə bir-birimizi belə bir növ təşviq eləyirdik ki, hə sual işləyək falan. Yəni məsələn biz özümüzə məsələn burada bir ara şey elə bir şey, hə. Yəni məsələn bir ara burada yarışım, özümüzə yarış falan Müəllim, düzəldirdik. qış kampı belə də var. Yəni nə qədər sual işləyirsiniz qış kampı. Ora gedəndə də adam sual işləyər. Məsələn baxın burada bir dənə random özümüzə yox asan. Məsələn baxın burada random belə şeylər. Hə, niyə eləmirsiniz? Yəni HTML, CSS bir də JavaScript-in belə main şeylərinə baxa bilərsiniz, basic şeylərini öyrənə bilərsiniz. Yəni nəyin, hansı funksiyanın nə işə yaradığını bilə bilərsiniz. Ondan sonra AI ilə falan düzəldə bilərsiniz nəsə sayt, amma çünki sıfırdan oranın kodunu yazmaq mənasızdır. Necə? Burada siz VSG yazdırdınız da məktəbdə olanda. Hə. Amma müəllim çox maraqlı gəlir. İnformatika olanda onda kim hazırlayırdı sizə o vaxtı? Ruslan müəllim. Kodu Ruslan müəllim hazırlayır. Aydı müəllim. Allah haqqı bezmişəm müəllim. Hər il, hər yarım il gir, ancaq adikto. Yaxşıdır da. Müəllim nə yaxşıdır? Ancaq suallar adiktodur. Deyirəm kimdir bu adiktonu bu qədər sevən? Müəllim işləyir o taktika. Nə işdir? İşləyir o taktika müəllim. Bəzən Sizdən yaxşı. O deyirsə demişdi bir dəfə. işləyir, arada işləyir. Okey, belə. Всё. Ev tapşırıqları məncə aydındır. Examlar olduğu qaydası kimi. Hər günə bir dənə exam. Onlar qayda qanunla gedir. Bir dənə YouTube-a da sizin yanınızda işləyim, yenə mən dərsdən çıxacağam.